Qarabağ kətəsini mütləq bu reseptlə hazırlayın. Qaba əvvəlcə 1 stəkan ilıq süd, yarım stəkan şəkər tozu, 1 xörək qaşığı maya və yarım çay qaşığı duz əlavə edib qarışdırıram. Üzərinə 1 ədəd yumurta, 1 ədəd yumurtanın ağı, sarısını üzəyi üçün saxladım. 1 xörək qaşığı duru yağ, 1 paket vanil, 100 qram əridilmiş kərə yağı və 4 stəkan yarım un əlavə edib yumşaq xəmir yoğururam. Yoğurduğum xəmiri kənara qoyub içliyin hazırlanmasına keçirəm. İçliyi hazırlamaq üçün 1 stəkan un, 1 stəkan şəkər tozu, 120 qram yağ və 1 paket vanil əlavə edib umac edirəm. 2 qat qabaran xəmirimin əvvəlcə havasını alıram və sonra onları kündələrə ayırıram. Hər bir kündəni 80 qramdan götürürəm. Kündələrimi 15 dəqiqə dincəlməyə qoyuram və sonra hər birini yayıb içliyinə əlavə edirəm. Videoda gördüyünüz qaydada bükdükdən sonra əlimdən forma verirəm və sonra hər birini yayıb listə dincəlməyə qoyuram. Bir qədər şişdikdən sonra çəngəl vasitəsilə üzərlərindən deşik atıram. Bu proses mütləqdir. Əgər havasını çıxartmasaq istədiyimiz kimi kətə alınmayacaq. Üzərinə vurmaq üçün ayırdığımız yumurta sarısının üzərinə 2 xörək qaşığı süd əlavə edib qarışdırıram. Və kətələrin üzərinə çəkdikdən sonra çəngəl vasitəsilə şəkil verirəm və 180 dərəcədə bişməyə göndərirəm. Budur, hazırdır. Yumşaq, ləzzətli kətələr. Mütləq siz də hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Mənə abunə olmağı unutmayın.